Məncə söz deməyə ehtiyac yoxdur. Dəyərli izləyicilərimiz, sözün əsl mənasında çox gözəl, super təmir olunan, əla bir həyət evini sizlərə təqdim edirəm. Diqqətlə video baxsaz, mən sizə irəliləyən dəqiqələrdə bu evə gəliş yolunu da çəkib videonun irəliləyən dəqiqələrində paylaşacağım. Çox gözəl bir ərazidə yerləşir, şəhərə yaxın yerdir, kubçalı, 4 otaqlı, super təmirli və yüksək keyfiyyətlə inşa olunmuş bir həyət evidir. Dəyərli izləyicilərimiz, gəlin sizlərə ilk öncə mən sizə evimizin həyətyanı çöl xarici görünüşünü təqdim edim. Yəni yolunu, məhləsini, hamısını ətraflı şəkildə göstərim ki, heç bir qaranlıq yeri qalmasın. Baxın, bura evin məhləsidir. Enli bir məhləsi var, küçəsi enlidir, küçənin işıqlandırma sistemləri kimi çəkilib. Belə bir xarici fasad görünüşü var, hündür ərazidədir. Marşrut dayanacağından baxın, hardasa 50 metrlik məsafədədir, maksimum 50 metrlik. 20 yanvar metrosuna fəaliyyət göstərən marşrut xəttindən cəmi 50 metrlik məsafədədir. Həyətyanı sahəsi də yetərincə genişdir, 2 avtomobil daxil ola bilir, yerdən kürsülüdür, qoşa kubiklə inşa olunub, mərtəbə arası monolit betondur, hündür zirzəmisi var. Deməli, gəldi əsas məsələyə evin yerləşmə yeri. Ev elə bir ərazidə yerləşir ki, Xırdalan dairəsinə də və Masazır dairəsinə çox yaxın yerdədir. Masazırda Cantəpə adlanan ərazidə 142 saylı marşrut xəttindən 40-50 metrlik məsafədədir. Deməli, bir daha da qeyd edin, video baxsaz mən sizlərə Xırdalan dairəsindən evə gəliş yolunu təqdim edəcəm. Diqqətlə sonacan baxın. Xırdalan dairəsindən maşınla hardasa 10 dəqiqəlik məsafədədir. Respublikasiya qayının arxa tərəflərinə düşür. Deməli, burada yerləşir evimizdə belə bir gözəl, geniş mətbəx. Bütün pəncərələri qarşısı açıqdır. Baxın, mətbəxin də pəncərəsinin qarşısı açıqdır. Evin tikilişi zamanı qoşa kubikdən istifadə olunub. Başlanğıcından sonuna kimi qoşa kubiklə inşa olunub. Mərtəbə arası monolit betondur. Döşəmə hissəsi istipoldur. Mətbəxin genişliyinə baxın, maşallah olsun. Çox super bir evdir. Həqiqətən də mən bəyəndim. Əminəm ki, siz də bəyənəcəksiniz. Və qiymətdə endirim olunub. Yaxşı bir qiymətlə təklif olunur. İndirilmiş qiymət 115 min manatdan 109 min manata enib. Çox gözəl belə bir qonaq otağı var. Evin təmiri çox səliqəlidir. Yəni laminatın vurulmağı, aboyların rəng seçimi, qapılar hamısı bir-birini tamamlayır. İnternetinə kimi var. Evdə torpaq da kubçadır. Qaz, su, işıq, mərkəzi kanalizasiyası var. Bura sanuzeldir. Alıcı ilə satıcı arasında razılıq əsasında aksesuarlar quraşdırıla bilər. Pləkanın alt hissəsində şkaf yeri, baxın, kollektor sistemi burada nəzərdə tutulub. Qalxırıq ikinci mərtəbəyə, belə bir gözəl pləkanı var. Həqiqətən də çox super bir evdir. Qiymətini, yəni bu evə bu qiyməti verməyə dəyər. Təmiri bundan zəif, tikilişi bundan zəif evlər bu evdən bahadır. 109 min manata bu evi almağa həqiqətən dəyər. Hər mərtəbədə deməli ayrı-ayrı işıq xəttləri. Burada yerləşir evimizin eyvan sahəsi. Baxın, eyvan sahəsində bir daha həyətyanı sahəsində sizlərə təqdim edin. 2 maşın həyətə daxil ola bilir. Burada besetka yığdıra bilərsiniz. Ətraf tam yaşayışlıdır. Marşrut dayanacağından maksimum 50 metrlik məsafədədir. Maksimum. 50 metr belə olmaz. Burada sanuzel, hər iki mərtəbədə sanuzel var. Yəni bir daha da qeyd edim ki, evin tikilişi zamanı qoşa kubiklə istifadə olunur. Baxın, buradan da görünür. Sağ-sol qoşa kubikdir. Arxa ilə qabaq da qoşa kubikdir. Burada geniş bir yataq otağı, kombi xətti, TV xətti hamısı çəkilib. Növbəti yataq otağımız. Dəyərli izləyicilərimiz, qiymət 109 min manatdır. Bir daha da təkrar edim ki, Xırdalan dairəsindən maşınla 10 dəqiqəlik məsafədədir ki, hündür ərazidədir. Masazır dairəsində Xırdalan dairəsinə də çıxışı var. Marşrut dayanacağına yaxın, məktəbə yaxın super bir təklifdir. Və bundan yaxşı 100 min civarında ev tapmarsınız. Əlavə nə sualınız olsa zəng vurub maraqlana bilərsiniz. Sağ olun, salamat qalın.